2011-ci il martın 20-sində Nərimanov rayonunun Montin qəsəbəsində başı, əlləri və ayaqları kəsilmiş naməlum meyidin bədən hissəsinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Elə həmin gün şübhəli şəxs qismində məsuliyyətə Daşkərxanası küçəsindəki 373 sayılı evdə özünü kişi cinsli şəxs kimi təqdim edib kirayədə yaşayan Aynur Məmmədova cəlb olunub. Dindirmə zamanı sonuncu tapılan cəsədin ev sahibinin oğluna məxsus olduğunu etiraf edib. Meyidin tanınmaya təqdim edilməsi haqqında protokolda qeyd edilib ki, Sabunçu rayonunda yaşayan Rəhim Məmmədov Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsində təşrih masası üzərində boyun nahiyəsindən başı olmayan paltarsız kişi meyidinə baxıb tanıyaraq, cəsədin qardaşı 1973-cü ildə anadan olan Nərimanov rayonu Daşkərxanası küçəsi 373 ünvanında yaşayan martın 12-sindən itkin düşmüş Sərdar Məmmədova məxsus olduğunu bildirib. Məhkəmə Tibbi Ekspertizasının rəyinə əsasən Sərdar Məmmədovun ölümünə damarların zədələnməsindən yaranmış kəskin qan itirmə səbəb olub. Boyun nahiyəsindəki yara dəşici kesici, başın boynundan ayrılması çapıcı alətin təsirindən əmələ gəlib. Hər iki yuxarı və aşağı ətrafların amputasiyaları ölümdən sonra yaranıb ki, bunlar histoloji müayinələrin nəticələri ilə təsdiq edilib. Müayinə zamanı çürümə dəyişiklikləri fonunda hər hansı xüsusi əlamət qeyd edilməyib. Martın 22-sində təqsirləndirilən şəxs qismində cəlb edilməklə Aynur Məmmədovaya Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Aynur Məmmədova Daşkərxanası küçəsi 373 ünvanında yerləşən ev sahibi Kərim Məmmədova və onun ailə üzvlərinə özünü Kamran adlı kişi cinsli şəxs kimi təqdim edib kirayədə yaşayarkən, martın 12-si günorta saat 14 radələrində ev sahibinin oğlu psixik qüsurları olan Sərdar Məmmədovla birgə nahar edib spirtli içki qəbul edib. Təsadüfən sinəsinin açılmasını görən Sərdar Məmmədov əli ilə sinəsinə toxunaraq onun qadın olmasını görüb. Aynur Məmmədov isə bundan əsəbləşərək Sərdarın bu haqda başqalarına danışacağını və onun kişi yox, qadın olduğunu yayacağını düşünüb. O masanın üstündən götürdüyü bıçaqla Sərdarın boyun nahiyəsinə həyat üçün təhlükəli xəsarət yetirdikdən sonra sonuncu yerə yıxılıb. Aynur Məmmədova işgəncə vermək məqsədi ilə Sərdar Məmmədovun sağ bazu qotluq büküşü nahiyəsini baltanın kesici hissəsi ilə vuraraq ona yumuşaq toxumaların zədələnməsi və sümüyünün qəlpəli sınığı ilə müşahidə olunan çapılmış yara yetirib. Daha sonra həmin balta ilə onun boynuna başın 3-cü boyun fəqərəsi bərabərliyində zərbə endirərək Sərdar Məmmədovun başını bədənindən ayırıb. Nərimanov rayon prokurorluğunda dindirilən Aynur Məmmədova bildirib ki, 1991-ci ildə anası Aybəniz doğuş keçirən zaman vəfat etdikdən sonra atası, analığı, qardaşı Kamran və bacısı Aybənizlə birlikdə Binəqədi rayonunun 8-ci mikrorayonunda yaşayıblar. Lakin analığının ona qarşı olan pis münasibətlərinə görə təxminən 10 il bundan əvvəl həmin evdən çıxaraq bir daha ora qayıtmayıb. Bakıda müxtəlif ünvanlarda yaşayıb. Montin sonuncu dəfə Dərnəgül qəsəbələrində yerləşən kafelərdə ofisant işləyib. Həmin obyektlərə işə düzələndə qadın olduğuna görə kişilərin söz atacağını düşünərək elə ilk gündən özünü oğlan kimi göstərib, kişi geyimləri geyinib. 2004-cü ildə Montin bazarının yanındakı kafedə işləyərkən 106 sayılı avtobusda işləyən Vaqif Ağayevlə tanış olub və sonra sonuncunun təklifi ilə bir müddət həmin avtobusda konduktor işləyib. Vaqif ona gündəlik 4 manat bir də yemək verəcəyini öhdəsinə götürüb. Ancaq sonradan qalmağa yeri olmadığını da bilib, onu özünün Ramstor ticarət mərkəzinin yanında kirayədə yaşadığı həyət evlərindən birinə gətirib. Vaqif Ağayev Aynur Məmmədova özü etiraf etməyənə qədər onun qadın olduğunu bilməyib. Bir neçə ünvan dəyişəndən sonra onlar Daşkərxanası küçəsindəki 373 sayılı evə köçüblər. Təqsirləndirilən şəxs qeyd edib ki, Sərdar Məmmədov əqli cəhətdən inkişafdan geri qalıb, arabir öz-özünə danışıb. Onun araq içməsini və siqaret çəkməsini ümumiyyətlə görməyib. Vaqif Ağayevlə kəbin kəstirəndən sonra Aynur Məmmədova onunla ilk dəfə cinsi əlaqədə olub. Martın 12-sində səhər tezdən yoldaşı işə gedəndən sonra o evdə qalıb. Təxminən saat 13 radələrində evin qarşısında dayanıb siqaret çəkən zaman ev sahibinin oğlu Sərdarı mağazaya yollayıb ki, o qazlı su, yumurta, siqaret və araq alsın.
Sonuncu bunları alıb gətirəndən sonra çıxıb gedib, lakin biraz keçmiş gələrək birlikdə nahar etmək istədiyini deyib. Yemək yeməyə başladıqdan sonra Aynur özü üçün süzdüyü arağı içib, amma 5 dəqiqədən sonra ürəyinin bulandığını hiss edib. Halsız olduğundan yeməyini yarımçıq qoyub oturduğu çarpayıya uzanıb. Həmin an əynində olan köynəyin qabaq 2 düyməsi açıq olub. Üzü yuxarıya doğru uzandığı üçün sinəsi görsənir. Sərdar gördüklərinə inanmayaraq əli ilə köynəyini aşağı dartmağa cəhd edəndə Aynur üstünə qışqırıb və onun əlini itələyib. Deməli, Aynur xanım, siz dünənləri istintaqa verdiyiniz ifadələrinizi təsdiq edirsinizmi? Bəli. Hadisənin harada baş verməsini, hansı qaydada baş verməsini siz istintaqa təqdim edə bilərsiniz hazırda? Bəli. Bunun üçün nə etmək lazımdır? Bunun üçün mən yaşadığım, kirayə qaldığım yerə getmək lazımdır. Hansı yerdə, harada yerləşir o? Daşkarxana, ev nömrə 373. Arağı vurdum başıma, çəkdim başıma. Arağı çəkən kimi başıma, məndə dəyişiklik oldu. Çünki mən normal heç vaxt keçmirəm. Mənim içdiyim ancaq 50 qram, 100 qram olur. Amma bu arağı içəndən sonra elə ki bir baçok içmişdim. Həm baş gicəllənmə, həm ürək bulanma. Ondan bir ay, bu hadisədən bir ay qabaqda həmin ölən Sərdar Məmmədov, onun atası içəndir, həddindən artıq çox içən, alkaş bir kişidir, Kərim Məmmədov. Məndən soruşmuşdu ki, bu bütün gün içir, anamı, məni incidir. Görən elə bir dərman varmı ki, o dərman atırsan arağa, insan tərgidir. Dedim var, dedi adı nə? Dedim adını bilmirəm. Həqiqətən də bilmirəm adını da, amma eşitdiyimə görə belə bir dərman var. Bu adam sən demə onu alar, mənim başımda dəlləkliyi eləyə. Mən gedib gələndə o arağı içəndə, tualeti gedincə, bu həmin dərmanı atır onun içinə, mən özümü demək olar, itirilmiş vəziyyətdə oldum. Uzandım bura kravata, özümü pis hiss elədim. Televizor bax buradaydı. Burada kiçik bir stol vardı, üstündə televizor var idi. Oradan, mən buradan uzandım kravata, oturdum. Dedim, sən televizora bax, mənim ürəyim sıxılır. Gördüm, yox, o şey mümkündür. Elə bir vəziyyətdə idi ki, orada həm ürək bulanma, həm nə bilim, baş gicəllənmə, onu ancaq yaşayan bilər. Mən, indi buralarda görmürəm, mənim qara sarışqan var idi ənimdə, kletka. Onun 2 düyməsini buradan açdım. 2 düyməsini. Yəni, elə bir, bax belə uzananda, üzr istəyirəm, mənim döş hissəsimin ara hissəsi görsəndi. Gördüm ki, bu yerindən durdu, mənə tərəf yaxınlaşdı. Başladı mənim düymələrimi, elə bir 2 düymə açılmayıb, başladı onu açmağa. Əl eləyib açmağa, çünki mən altdan qadın ləvazimatı yox, korset taxıram, pel korseti görsətməmək üçün, yəni sinəmi görsətməmək üçün, əgər kişi paltarındayımdasa, sinəmi görsətməmək üçün. Sizə də nəyə görə kişi paltar giyindiyimi sizə də açıqladım. Amma bu görə bunu, gələn mənim düymələrimi başladı açmağa. Əlimlə çəkdiyim, elə bir halda idim ki, mən durub onu döyə də bilərdim, özü çox qəşək, əgər vəziyyətim yaxşı olsaydı. Amma vəziyyətdən suyu istifadə eləyib, mənim yaxamı açmaq istədi. Yaxamı açmaq istədi, o məqsəd nə deməkdir ki, yaxanı açıb şalvarı da açacaq, üzr istəyirəm, başqa şey də eləməlidir də bu nə? Əlimlə itələdim, yenə gəldi. Sərdar Məmmədovun əl çəkmədiyini görən Aynur sağ əlinin sol tərəfində olan masanın üzərinə atıb düymə ilə açılan bıçağı götürüb qorxutmaq üçün Sərdara zərbə indirib. Bıçaq sonuncunun boğazına dəydiyi üçün o arxası üstə otağın giriş qapısına doğru yıxılıb. Bir müddət əvvəl döşəmədəki deşikləri tutmaq üçün ev sahibi Kərim Məmmədovdan aldığı baltanın kesici hissəsi ilə 3-4 zərbə Sərdarın boyun nahiyəsinə vuraraq onun başını bədənindən ayırıb. Həmin vaxt baltanın sapı yerindən çıxıb. Əlimə o keçdi. Hansı əl üzrə götürdünüz bıçağı? Sağ əlimlə. Bəli. Bax, belə böyür üstə çevirirdim, izahatımda da bildirmişəm. Əlimə bıçaq keçdi. Bıçağı mən onu öldürmək məqsədi ilə yox, qorxuzmaq məqsədi ilə elədim ki, uzaq dursun məndən. Amma inanmazdım ki, yəni zərb, mən idmanla məşğul olduğuma görə zərb onun, yəni çömbəlmiş vəziyyətdə duran Sərdarın, bax bu Elgin çömbə belə vəziyyətdə durmuş, mən çevrilib onun belə vəziyyətdə durmuş, çömbəlmiş Sərdarın boğaz hissəsini keçə bilər. Uzanıqlı halda vurdunuz, yoxsa oturaq halda vurdunuz? Oturaq halda, bax belə durmuşdum. Siz hansı? Mən çevrilmişdim. Uzandığım vəziyyətdə çevrilib bıçağı götürüb vurdum Resko ona. Elgün Məmmədov sizin bıçağı götürmənizi görmüşdü. Sərdar Məmmədov üzr istəyirəm. Yox, bəlkə də görməyib, dəqiq bilmirəm. Çünki bilirsiniz necə? Çünki mən bu ancaq elə işimlə məşğul idi. Bəli. Mən əlimə o keçdi, çömbəlmiş vəziyyət. Bu arıq adamdır, indi yoldaş ucadır, o arıq adamdır. Əlimə keçdi, zərblə eləyəndə mən onu vurmaq istəmirdim. Xırtdəyinə dəydi.
Xitayla dəyindən sonra bu, burada palaz var idi. Bax, belə içinə çömbəlmiş vəziyyətdə də arxası qatda da belə uzandı yerə. Bəli. Uzandı yerə. Bəli. Amma vuranda onu qan fışqırdı. Qan mənim pastelimə də dəydi, qan mənim köynəyimə də dəydi. Uzandı yerə. Bəli. Mən durmadım. Mən elə bir vəziyyətdəydim ki, durub demədim ki, görən nə oldu, nə olmadı, belə elə. Uzandım, harca bir yarım saata qədər mən yatdım. Yarım saatdan sonra duranda biraz oturdum kravatda, elə burada da oturmuşdum. Gördüm ki, bu hoca ölüb. Namus üstündə, qeyrət üstündə mən yenə də deyirəm, döyərdim, öldürərdim, amma öldürməyimə də onu vurmağıma, boğazına keçməyinə də peşman olmadım. Çünki namus üstündə eləmişəm mən bunu. Alnım açıqdır. Bəli. Sonra gördüm ki, bunu belə meyidi belə qoymaq olmaz. Bəli. Polisə izahat vermədim. Qərar gəldim ki, onun başını kəsim tanınmamış halına düşsün. Həmən vurdığım yerdən, bıçağın izi ilə də bunlara məxsus olan, evin yəsi Kərim Məmmədova məxsus olan baltanı mən almışdım. Özünüz görürsünüz, bol çürük-çürük. Bəli. Sıçan deşiklərini tıxmaq üçün balta götürmüşdüm mən. O, onlara məxsus olan baltanı onun başını vurdum, kəsdim. Haradaydı? Baltanı harada saxlayırdınız bu evdə? Baltanı süpürgənin böyründə, düz qapının o tərəfində. Qapının arxasında. Bəli. Baltanı götürdünüz. Baltanı götürdüm. Bəli. Buradalarda palaz var idi. Bəli. Bu baltanı götürdüm. Buralarda bir dənə ağ palazım olmalıdır mənim. Ağ palaz olmalıdır. O palazı çəkdim qırağa ki, qan ona dəyməsin. Palaz, qan buna sıçradı, silmişəm. Müxtəlif palazlar var burada, qırmızı balaca rənglər onlara dəyib. Başı bədənindən ayırandan sonra Sərdarın başını saçlarından tutaraq evdə olan köhnə jaket parçasına büküb və selofan torbanın içərisinə qoyub. Meyiddən yaxa qurtarmaq istəsə də cəsədi evdən çıxara bilməyəcəyini düşünüb, meyidi döşəmənin altında gizlətmək qərarına gəlib. İki çarpayının arasında divara bitişik tərəfdən döşəmə üzərində mismarla bərkitdiyi fanerka taxtanı və altında olan çürük taxtaları əlləri ilə dartıb qoparıb, təxminən 70 sm enində yer açıb, istifadə etdikləri xəkəndazla torpağı qazıb. Sərdarın başsız bədənini çiyinlərindən tutub sürüyərək xəndəyə salıb. Otaqdan qan iyi gəldiyinə görə iyi itirmək üçün evdə olan 2 litrlik ağ nefti onun üstünə səpib. Meyidin üstünə qazıb çıxardığı torpağı tökəndən sonra üstünü qoparıb çıxardığı taxtalarla örtüb. Tələsi evin ortasında olan qan ləkələrini əski parçaları ilə bacardığı qədər silib, palazları sərib, stolu yerinə qoyub. Hava qaralandan sonra heyətə çıxıb əskiləri kranın altında tələsi yuyduğu üçün heç kəs görməyib. Saat 19 radələrində əynini dəyişəndən sonra əski parçalarını, baltanın sapını, cins şalvarını və mərhumun başını qoyduğu selofanı götürərək evdən çıxıb və aparıb dəmir yolu xəttinin yanında olan zibil qutusuna ataraq evə qayıdıb. Bax, buranı başladım qazmağa. Bəli. Qazdım. Bəli. Qumları tökdüm. Nə ilə qazdınız oranı? Xəkəndazla. Dəmir xəkəndaz var. O da bunlarındır. Bəli. Bura qoyuruq, onlar istifadə edirik, biz də istifadə edirik. Xəkəndazla buranı qazdım. Bəli. Qazdım, torpağı tökdüm bir qırağa. Bəli. Gətirdim meyidi kravatın altından. Bəli. Sürtlədim, saldım bura. Başı yoxdur axı. Bəli. Soxdum belə içinə bunu bura. Bəli. Dizlər qatlanmış vəziyyətdə bu hissələri divardan o tərəfə keçmədi. Bəli. Mən onu möhkəm itələyəndə bu hissələrdən çak hissəsi eşidildi. Nə bilmədim, qırıldı ya, nə eləmədisə. Soxdum ora. Torpaqları, həmin o torpağı da tulladım onun üstünə. Bəli. Həmin o fanerkanı birinci belə çürük taxtalardan, harda ki qopartmışdım, burada taxtalar var idi. O taxtaları yığdım onun üstünə. Bu daşları görürsünüz. Bəli. Bu daşları da qoydum onun üstünə. Torpaqların üstünü bastırdım. Əlimlə də üstünü şeylədim, bastırdım. Fanerkanı çəkdim üstünə. Fanerkanı çəkdim üstünə. Tez bazar xalçaları sərdim. Yeri elə belə silmişdim. Çünki işim sabah da onu silə bilərdim. Məsələn, odur ki, yoldaşım görməsin. Tez xalçalar sərdim, stol gətirdim, qoydum yerinə, stolları qoydum yerinə, stolun üstündəki əşyaları qoydum yerinə. Paltarımı dəyişdim. Həmin gün mənimdə qara cins, bir yax qeyd elədiyim kimi, qara zolaqlı köynəyim var idi. Amma ayılanda, duranda o zolaqlı köynəyi çıxardıb qoydum. Mən kapşonlu, kurtka fason paltar giyindim. Axşam saat 22 radələrində əlində çörək, ərzaq və araqla gələn Vaqif Ağayev evdən niyə neft iyi gəldiyini soruşanda Aynur Məmmədova yalandan döşəməni silərkən əlinin neft şüşəsinə dəydiyini və yerə töküldüyünü deyib. Təxminən 20 dəqiqədən sonra mərhumun anası Aynuru heyətə çağırıb ondan Sərdarı görüb görmədiyini soruşanda o, onun ya kompüter klubuna ya da qardaşı ilə getdiyini deyib.
Vaqif yorğun olduğu üçün uzanıb, Aynur isə çay içmək üçün ev sahiblərinin ikinci mərtəbədə yaşadıqları evinə qalxıb. Gecə saat 12-əcən mərhumun atası və anası ilə oturub televizora baxıb müxtəlif söhbətlər etsələr də, fikri ancaq meyidin yanında qalıb. Əslində yatmağı yox, cəsədi evdən necə çıxaracağını fikirləşib. Səhərsi gün istirahət günü olduğu üçün Vaqif saat 9-da yuxudan oyanıb və onun çarpayıda paltarlı uzandığını görüb niyə yatmadığını soruşanda Aynur Sərdarın yoxa çıxdığını, gecə evə qayıtmadığını deyib. Heyətə çıxıb Kərim Məmmədovdan Sərdarı xəbər alanda o, oğlunun hələ də evə gəlmədiyini söyləyib. Çörəmizi yediyimiz yerdə öldürdüyüm insanın Sərdarın anası, o qoca arvad, Xədicə Kərimova çağırdı ki, burada mənə hamısı oğlan kimi, heç biri mənə qadın kimi bilmir, çünki mən özüm mənə qələmə verməmişəm. Çağırdı ki, Əkrəm, mənə Əkrəm deyir, atası da mənə Kənan deyir, Kamal deyir. Dedi ki, Sərdar sizdə deyir, dedim yox, bizdə deyir. Bax, buradan soruşdu balkondan, mən çıxdım qapının ağzına, dedim bizdə deyir. Bəlkə gedib ola bilsin, Yaşar da deyir. Yaşar da Sərdarın qardaşıdır. Yaşarın yoldaşı krankın böyründən çığırıb dedi ki, niyə narahat olursan? Bəlkə şeydədir, kompüterdədir. Bəli. Mesela mən girdim evə, arvad çıxdı yuxarı. Mən öz işimi bilirəm, amma yenə də o hissi məndən çıxıb getmirdi. Bəli. Olduğu kimi yəni mən danışıram sizə. Bəli. Necə izahat vermişəmsə, elə də danışıram. Üstündən biraz keçdi, mənim yoldaşım saat 6-da gedir işə. Gecə saat 10-da gəlir, ya 9-da gəlir, ya 11-də gəlir. Amma ondan tez vaxt gəlmir. Uzaq gec gəlsə 12-yə qədər gəlir evə. Üstündən biraz keçdi, yoldaşım dedi ki, mən yatıram. Yoldaşım orada yatırdı. Bəli. Dedi, mən yatıram. O yatanda mən işığı zadı söndürürəm, televizor söndürürəm ki, rahat yatsın. Bəli. Dedim, onda mən də çıxıram yuxarı. Dedi, çıx biraz Sərdarla zatla, qonşularla, o evin yəsinə zatla söhbət edəm. Çünki bizim münasibətimiz həmişə yaxşı olur. Heç vaxt mənim ağlıma gəlməz ki, mən onu öldürə bilərəm. Xəstə ruhi uşaqdır. Bunların da kişinin yoldaş, evin yiyəsi Kərim dayının qardaşı var, İsa, onlar turşu qoyurlar qoçaqlarda. Onlara turşu gətirəndə bizə də verir kişi. Bunların qabları bizdə idi. Mən də öz quruşkamı götürdüm, bunların qablarını da götürdüm, işığı söndürdüm, dedim sən get, mən çıxıram yuxarı. Çıxdım bunlara yuxarı çay içməyə, çay adı ilə çıxdım. Gördüm arvad oturub, yoldaş oturub divanda, kişi oturub divanda. Soruşdum ki, bəs Sərdar anı, yəni özümü şübhə yaratmamaq üçün. Atası qayıtdı ki, bəs Sərdar gedib kompüterə. Sərdar gedib kompüterə. Mənə dedim ki, narahat olmayayım, gələcəm. Üstündən biraz keçdi, saat 11 idi, 11 tamam idi. Kişi durdu, getdi ki, gedim bir soruşum görüm ki, bu niyə gecişir? Sərdarın atası. Getdi, baxdı, gəldi, dedi ki, kompüterə getdi, bax, gəldi, dedi ki, yoxdur burada. Buna deyiblər ki, burada yoxdur. Martın 14-də Sərdar Məmmədovun yoxa çıxması ilə əlaqədar valideynləri Nərimanov rayonunun 17-ci polis bölməsinə müraciət ediblər. Bununla əlaqədar bütün ailə üzvləri və həyətdə yaşayanların dindirilməsi zəruriyyəti yaranıb. Səhərsi gün bölmədə Cavanşir adlı təhqiqatçı izahatını alarkən Aynur Məmmədova yalandan ona Sərdarın olduğu yeri bilmədiyini söyləyib. Ayın 17-sində səhər saat 6-da Vaqif işə gedəndən sonra Aynur otağın işığını söndürüb, balaca elektrik lampası yandıraraq döşəmənin üstündə olan fanerkanı kənara çəkib və Sərdarı döşəmənin altından çıxarıb. Meyidi qapıya doğru uzadıb. Bıçaqla onun qollarını və ayaqlarını əynindəki paltarlarla birlikdə kəsib. Bundan sonra Aynur cəsədi çıxartdığı yerə qoyub, neft və qum tökərək üstünü bağlayıb. Sərdarın qolları və ayaqları əskilər olan torbanı götürüb televizorun yanındakı küncə qoyaraq üstündən müxtəlif paltarlar atıb və üst başını dəyişərək saat 10 radələrində Vaqifin iş yerindən Elit Ticarət Mərkəzinin yanına yollanıb. Axşam birlikdə qayıdandan sonra yoldaşı yatıb, o isə gecə saat 3 radələrində büküb hazırladığı torbanı və bıçağı Mountain Parkı yaxınlığında yerləşən zibilliyə atıb. Çıxartdınız? Çıxartdım onu mən, paltarı uzatdı, paltarı da bastırmışdım. Paltarı uzatdı, birinci bu hissədən kəsdim, yəni dirsəkdən yuxarı, dirsəkdən aşağı yox, bir hissədən. Bıçaqla? Bəli, bıçaqla. Sümüyə dirənəndə, axı sümüyə kəsmir, yəni labonda nəzatla kəsəsən ona. Buradan kəsdim, sonra bu hissəni kəsdim. Ayaq hissələrini bura qədər kəsdim, bura qədər, bura qədər. Yəni dizə şeylər, sümüyü zadı qaldı üstündə. Mən elə kəsdim ki, asan qırılan şeyləri, sümükləri qırdım. Qoydum yenə köhnə-möhnə parçalara, pühtüm onları. 2 dənə belə iri, sarı zəmbillər var, kuloklar var, bazar sumkaları qoydum ona. Qoydum onu, qoydum bir küncə. Həmin meyidi təzdən başsız, əyaqsız, əlsiz bədəni qoydum ora, bastırdım ora. Çox yüngül idi.
Çünki meyit qaldıqca ağırlaşır. Bəli. Mənə elə gəldi ki, mən nə var mı götürməyə? Bəli. Aparacam qucağıma, aparıb tullayacam da. Bastırdım bura, təzədən torpaqları üstü örtdüm üstünə. Bəli. Daşları təzədən qoydum, qırıq kolları təzədən qoydum, panelkanı çəkdim üstünə. Bəli. Yenə stolu zadı eyni qaydasında qoydum ora. Həmin o şeyləri buradan götürüb, Bəli. gizlətdim. Bax burada, yenə də deyirəm, bax burada Bəli. şey var idi. Stol, üstündə televizor. Bəli. Evə girib baxış keçirtmişsiniz. Bəli. Buralarda mənim sportivli sumkam, karafanın içində paltarımız var idi. Bəli. Soxdum bax ora. Küncə. Düz küncə qoydum. Üstünə də paltarları belə atdım ki, heç nə heç də bilinməsin də. Ayın 19-da əri işə gedəndən sonra o meyidi yenidən döşəmənin altından çıxarıb və onu mebel sexindən gətirdiyi salofana bükməklə iplə bir neçə yerdən möhkəm bağlayıb. Meyidi bir daha adyala büküb çarpayısının ayaq tərəfinə qoyub. Sonra yenə də ərinin iş yerinə gedib. Həmin gecə saat 1 radələrində onlar evə qayıdıblar. Vaqif yorğun olmasına baxmayaraq evdən pis iyi gəldiyini deyib. Qapının arxasında bükülü vəziyyətdə olan Sərdarın meyidinə əlini vurub, bu nədir soruşduqda Aynur əvvəlcə həqiqəti ona danışmağı istəməyib, ancaq sonradan artıq hər şeyin gec olduğunu görüb, hadisəni olduğu kimi danışıb. Vaqif eşitdiklərindən donub yerində qalıb. Aynur isə heç kimə xəbər verməməsi üçün ona yalvarıb, meyidi elə bu gecə çıxarıb atacağını və heç kimin bundan xəbəri olmayacağını deyib. Fikirləşdim ki, mən bunu 19-u, 20-si axşamı siz meyidi 20-si tapısınız da. 19-una 20-sini keçən gecə Bəli. gəlim meyidi də büküm. Sərqə ilə qoyum ora. Bəli. Gedim yoldaşımın yanına. Qayıdıb gələrəm, yəni 3-də, yəni 4-də işləmiş, bunu ataram. Eləcə də elədim. Çıxartdım, məndə kulüp var idi, partladan kulüplər idi. Belə uzun sizə izahatımda bildirmişəm. Bəli. Onu mən döşəmin altına qoydum ki, Bəli. setka döşəyi kirlətməsin. Bəli. Çıxartdım, açdım bax bura qədər. Palazar zatları yığdım, tolladım o tarafa. Çıxartdım, açdım bura qədər. Bəli. Ortadan böldüm onu, iriləşdi. Dartdım onun burasından. Heç nə yoxdur axı. Dartdım, çıxartdım. Qoydum həmin o kulenkaların içinə, hər tərəfini püydüm. Evdə xüsusi parçalar var idi. Parçaları uzun sov ip kimi kəsdim. Burasını bağladım, yoxdur. Bura bağladım, bu hissəni bağladım. Bu hissəni vəssalam. Bir də götürdüm, bax bunu belə aparmaq olmaz. Bəli. Mütləq ədyal lazımdır. Qırmızı ədyal olmalıdır burada. Qırmızı ədyalın bir tayına püydüm mən onu. Bəli. Mənim əşyalarım burada çoxsu yoxdur. Bəli. Qırmızı ədyalın bir tayına onu püydüm. Yenə təmiz olsun, təzdən o parçalardan kəsdim, bağladım onları yenə bu hissədən, bu hissədən, bu hissədən. Qoydum bir küncə, bax həmin o küncə. Elə vəziyyət. Hansı qaydada qoydunuz onu? Bax belə qaydada. Bax belə, belə. Ha. Yəni dikinə qoydunuz da? Dikinə o dayanmırdı, dikinə dayanmırdı. Bəli, necə deyil? Belənçinə, bax belə. Bax belə. Axı bu hissə ilə bu hissə qalıb, Bəli, bəli. bu hissə də qalıb. Bəli. Belə, istər istəməz belə dayanırdı. Bəli. Belə qoydum onu. Belənçinə qoydum onu, üstünə ədyal, həmin o qırmızı ədyalın bir tane atdım onun üstünə, yəni paltarları belə səpdim üstünə. Karapqanı qoydum o tərəfə. Karapqada paltarımız vardı. Sportiv sumkada böyrünə. Yəni tanınmasın, bilinməsin nədir. Fikrim oydu ki, gəlim 20-si, 19-una 20-si keçən gecə onu atım. Vaqif yatandan sonra Aynur telefonda saatın zəngini gecə saat 3-ə qurub çarpayısına uzanıb. Deyilən saatda telefonun titrəməsindən sonra ayağa qalxıb. Küçəyə boylanıb ətrafa baxıb. Həyətdə heç kəsin olmadığına əmin olandan sonra evə qayıdıb Sərdarın bükülü halda olan başsız, qolsuz və ayaqsız cəsədini qucaqlayıb küçəyə çıxıb. 7-8 metr aparandan sonra yorulduğu üçün meyidi yerə qoyub və boyun nahiyəsindən tutub sürütləyərək zibilliyə doğru istiqamətlənib. Amma yenə yorulduğuna görə həm də görüb tanıyan olacağını fikirləşərək meyidi sürütləyib evlərdən birinin yanında olan taxta direyin yanında dayanıb. Üzərində olan əski parçalarını, adyalı və paltarlarını çıxarıb, meyidi kulyoka büküb bağlamadan direyin divarla olan arasına salıb. Sonra əşyaları dəmir yolu xəttinin yanındakı zibil qutusuna atıb evə qayıdıb. Həyətdə əlini yuyub evə girib uzansa da səhərə kimi yatmayıb. Mən meyidi götürüb çıxanda önce 4'də işləyirdim. Açdım, astaca bu tərəfə salar, sola baxdım, gördüm ki, heç kəs yoxdur. Gördüm, heç kəs yoxdur. Qapını biraz da geniş açdım. Geniş açdım ki, mən meyidi tez götürüm, çıxım biləkəndən. Gəldim, tez karapağımı bura çəkdim, asta-asta. Orada elə bir şaqqıldı da olmadı ki, yoldaşım dura bilər. Bəli. Çünki o ağır yatır. Heç şaqqıltı, xüsusi bax belə şaqqıltı olanda durmur. Gərək möhkəm bir şaqqıltı olsa, öyle dursun yuxudan.
Çox asta səviyyədə çəkdim, çünki çox şey yığmamışdım. Meyidi bu hissəsindən götürdüm, bax belə oturan meyidi. Qalğızdım yuxarı. Oradan qalğızdım, buradan çıxartdım onu. Qapını da açıq vəziyyətdə saxladım ki, iyi zat nə varsa biraz açıq olsun. Yəni qapı da heç örtülməsin, pərdə də çəkilsin. Yəni yoldaşım duranda görsün ki, elə mən içəridəyəm ki, qapı açıqdır da, yatsam yəqin ki bağlayaram. Getsəm yəqin ki bağlayaram. İçəridəyəm ki, qapı açıqdır. Astaca götürdüm meyidi, çıxdım çölə. Biraz getdim, gördüm çox ağırdı. Pilləkənləri jübalarla çıxdım, qapının ağzında olan pilləkənləri. Çox yox, bir 2, 5, 6, 7 metrə qədər getdim. Çox yox. Bir 7 metrə qədər getdim, təngə nəfəs oldum, qoydum yerə. Qonşulara baxdım, yuxarıdan görüm, heç kəs görüm ki, heç kəs yox idi. Mən önce bunu apara bilməzdim. Məcbur idim ki, onu pühtüyüm ədyala, bu bağladığım hissələrdən, bir də ədyalın bu hissəsi, bax bu hissəsi, bu hissəsi, bağlanmağı yeri yoxdur, açıq vəziyyətdədir. İki tərəfindən belə yapışdım, başladım onu sürtləməyə. Sürtləyə, meyidi tapdığınız yerdə qoydum. Mən istədim onu aparamadım zibilliyə, yorulduğumdan aparamadım. Yəni bu cinayəti mən tək eləmişəm də, yəqin ki, yanımda bir insan olsa, harasa ki, aparar, köməkləşib aparar. Da elə öldürmüsənsə də onun meyidi ora niyə qoymuşsan, elə apar gizlət də. Yorulduğumdan apardım, qoydum ora. Bir də ki, doğrudan da elə mən istəyirdim ki, bunun üstü açılsın. Yəni burada çox şeylər var idi. Çox dəlillər, sübutlar girib görmüsünüz. Qan izləri, qan şeyləri. Mən evdə bütün günü boş bekar idim. İstəsəydim onları silərdim də. Çünki bildim ki, bu cinayəti üstü açılacaq. Axır əvvəl açılacaq. Mən də qaçası deyirəm. Yəni nə olar qadın olanda, amma üzr istəyirəm, çox kişidən qeyrətim var, özü də üstündür də. Necə, hansı qaydada gəldiniz? Qucağımı aldım. Qucağımı aldım, 7 metr gəldim, oldum. Hadi o başadan gel. Gözlü. Bəli. Ara yola qədər. Bəli. Siz çəkiyor. Bəli. Bu ara yola qədər. Baba bir dəqiqə canım. Saçını damağa. Ay cəmaət, keçin də xahiş edirik, artıq dərəcədə xahiş edirik. Ay cəmaət, keçin də. Göstər də bunu hardan, nətər, oradan gətirdin. Bu araya qədər sürüklədim. Araya qədər sürüklədim. Bəli. Oradan götürüb sürükləyə. Hansı qaydada sürüklüyünüz? Belə qaydada. Arxonla gedirdin bu yolu? Belə qaydada, bax belə. Bax belə, aha. Bax belə. Bəli, Bu hissələrindən. bəli. Martın 20-sində Vaqif Ağayev işə gedərkən artıq Aynurun meyidi atdığını bilirdi. Səhər saat 10 radələrində Məmmədova onun iş yerinə gedəndən təxminən yarım saat sonra Nizami metro stansiyasının yanında sərnişin daşıyan zaman telefonuna zəng edən şəxs onu 17-ci polis bölməsinə dəvət edib. Bundan 5-10 dəqiqə sonra həmçinin bölməyə Vaqif Ağayev çağırılıb. Ora gedərkən Aynur Sərdarı öldürərkən istifadə etdiyi düyməli bıçağı Vaqifə avtobusdan atmağa məcbur edib. İstintaqın gedişatında aydınlaşdırılıb ki, Vaqif Ağayevin idarə etdiyi Isuzu avtobusunun 12 mart 2011-ci il tarixdə 253 sayılı marşrut xətti üzrə hərəkətinə Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin monitorunda baxış keçirilib və müəyyən edilib ki, səhər saat 9-dan axşam saat 18-ədək avtobusun sükanında Vaqif Ağayev olub. Zərərçəkən Yaşar Məmmədov göstərib ki, martın 20-si saat 10 radələrində evdə olarkən daş karxanasında Aralıq küçədə Sərdarın başsız ayaq və qolsuz meyidinin aşkar olunması barədə onlara məlumat verilib. O Sərdar itəndən sonra Aynurla Vaqifin evdən nə isə çıxarmalarını görməyib. Kamran kimi çağırdıqları şəxsin qadın adının Aynur olmasını, eyni zamanda Vaqiflə ər-arvad kimi yaşamalarını hadisədən sonra bilib. Bölmədə həyəcanlı olduğundan Sərdarın paltarlarını dəqiq göstərə bilməyib. Zərərçəkən vurğulayıb ki, Aynur Sərdarı öldürsə də, Vaqifin onunla bir yerdə yaşadığı üçün mərhumun doğranmasından mütləq məlumatı olmalı idi. Mayın 10-da Cinayət İşi Baş Prokurorluq tərəfindən Bakı şəhər prokurorluğunun istintaq idarəsinə göndərilib. Sentyabrın 9-da Aynur Məmmədovanın törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə və 120.2.9-cu təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə maddələrinə tövsif olunub. Həmin cinayət işindən Vaqif Ağayevin Aynur Məmmədovanın Sərdar Məmmədovu öldürməsini bilib, bu barədə məlumatı
müvafiq hakimiyyət orqanlarına xəbər verməməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 110-206-044 nömrəli cinayət işi ayrılıb. Aynur Məmmədovanın təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Məhkəmə qanunvericiliyin tələblərinə və işin hallarına obyektiv qiymət verərək nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni ağırlaşdırıcı hallarda digər şəxsi qəsdən həyatdan məhrum etməsi, özünün, zərər çəkən və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, götürmə, baxış keçirilməsi protokolları və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilib. 2011-ci il oktyabr ayının 5-də məhkəmənin hökmü ilə 1981-ci il təvəllüdlü Aynur Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.